Bugün sizinle kimya sınav imtihanı 2 7. sınıf işlədik. Çox uzatmadan izahlara keçək. Deyir, natrium 2311 plusu və proton sayı 11'dir. Deməli, C də getdi, A da getdi. Elektron sayı müsbətdir, deməli azalacaq. 10 eləyəcək. 10 eləyəndə D variantıdır. Keçək ki. Deyir ki, hansı aşağıdakılardan hansı doğru və qarışığı əmələ gətirən maddələr öz xassələrini qoruyub saxlayır. Bu düzdür. Suda həll olmayan mayələr su ilə müsbət əmələ gəlir. Düzdür. Polar deyilcisinin qarışıqdır. Şunun nisbəti sabitdir. Xeyr, bu kimyəvi birləşməyə aiddir. Polar deyilcisinidir. Bu da düzdür. Oldu D variantı. D kim ölmüş qalıqları, mumyaları, yaşını təyin etməli izotoplar. Uran 235 getdi, bomba istehsalı. Karbon 14, kobalt 67, xərçəng xəstədir. Heç 18 o da getdi. Karbon 14 qaldı. Eyni neytron sayı eynidir. Deyir, aşağıdakı verilen neytron sayı nedir? Yenə yazıram. N bərabərdir R çıxılsın P. Birincidə burada 32, burada 31, deməli A getdi. İndi bunu silək. Burada 35, burada 36, bu da getdi. Sonra burada elə budur. Çünki indi gəlin 25 edir. 64'dən 29 yenə 25 edir. Cavab C variantıdır. Gəlin indi o birilərini də yoxlayaq. 31'ində 25 edir, birində 24, 26 edir. Deməli bu variantla getdim. İndi gəlin daha tez tapmaq üsuluna keçək. Baxın, burada 29 proton var. Burada da 30 proton var. Burada 64'lü, burada da 65'li. Deməli, buradan bura plus 1 artıb. Buradan da bura plus 1 artıb. Deməli, elə bunlar bərabər olacaq. Yəni, fərqləri bərabər olacaq. Keçək o birinci suala. Verilən hansı qeyri-metal insan orqanizmi dərin vəsətləri burada kükürdür. Fosfor, FK'nın tərkibindir. Deməli, bu getdi. Fosfor yəni kükürt saç və dərinin zəifləməsinə səbəb olurdu. Keçək. Sink atomunun nisbi atom kütləsi verilmişdir. İndi burada bunu hesablayacaq. Burada 64 vurulsun. 55 üstə gəlinsin. 40 vurulsun 66 üstə gəlinsin. 68 vurulsun 5 bölünsün 100. Bu düsturla hesablanır. İndi cavabı burada həll edib tapa biləcəksiniz. Yəni bunu bir də vaxt sərf etməyə keçəcək o biri suallar. Mən video qurtarandan sonra onu hesablayıb şərhlərə yaza bilərəm. Yəni yazacağım. Sonrasını havanın tərkibinə daxildir, bəli. Çünki burada CO2-dir. CO2 qazıdır, ya karbon qazı. 2 atomlu mürəkkəb maddə 2 xeyr 3 atomludur, getdi. Fotosintez zamanı bəli. Burada fotosintez zamanı karbon qazı CO2 reaksiya gedir, çevrilir O2 qazına. Deməli, bu da düzlük, bu da düzlük. Nisbi qazın, yox. Bu təbii qazın əsas səsi CH4'dür. Yəni metan qazı. Burada olacaq 1, 3. C. Keçək 8'ə. Qapalı qarajda zəhərli qazındır. CO dəm qazı. İndi gəlin çıxaq. H2 getdi. CO2 da getdi. Çünki bunlar zəhərsizdir. CO dəm qazıdır. Burada CH4 metan qazıdır. Burada zəhərli olan
dəm qazından o CO dəm qazından o deyirlər dəm qazından zəhərlənmə. Ona görə burada B variantıdır. Yəni kitabda bunu deyir. Deyək verilmiş adi şəkildə bərk haldadır. CH4 qazdır. Elə bu şəkərdir. Şəkər. Çiçək bura deyir havada azot 78% azotdur. 21% oksigendir. 1% də qaz qarışığıdır. 200-dürsə, vururam 78-ə, bölürəm 100-ə. Burada bu gedir, edir 2 dəfə 78, 156-dır. Keçək bura. Deyir ki, oxşar xassələri müəyyən edir. Plastikdir, kövrək. Burada plastikdir. Kövrək qeyri-metaldır, sinirdən genişlənir. Kağıt toplaması xeyr, 1-dir. Yəni, məsələn, F2 yazmırıq da. Biz eləcə F kimi yazırıq. 1-3. Ağ fosforun qırmızı və qara fosfordan fərqli xüsusiyyət seçin. Adi şəraitdə bərkdir, xeyr, hər cür bərkdir. 8 atom ağ fosfor nədir? 8 atom nədir? Zəhərlidir, bu düzdür, qaranlıqda işıq satır, bu da düzdür. Yəni 8 atomludur, kükürtlü, P4-dür o. İndi 3, 4 keçir o birinə. Elektrik cəryan keçirdir hər ikisi. Kövrəkdir 3. Metal parallığı var. Bir də plastikdir. Burada 2, 4. 1'ə 2, 4. Hə. Metal parlaqlığı olan qrafitdir. Yəni qrafit həm metal parlaqlığı var idi, həm də elektrik cəryanını keçirdirdi. İndi 4. Elə bura B variantı 1, 2-nin 3-ə. Keçək o birinə. Adi şəraitdə verilmiş xlor və yodun bəsit maddələr aqreqat halı xlor qazdır, rəngi getdi. Bir molekulda olan atom sayı xlor cığı 2, yod C2. Bu düzdür, qeyri-metaldan ibarət olması, bu da düzdür. 2, 3, 4. Çünki hər ikisi qeyri-metaldır. Xlor da qeyri-metaldır, yod da. Özdə yod baş haldalandı, xlor da qazdır, hər ikisi çox atom deyərdir. Aşağıda verilmiş hansı xlor atomunun üçün eynidir. Neytron sayı 7 atom deyir, onda proton neytron bərabər. Düzdür, nüvə 2-də elə, yəni nüvə 2 protondur, elektron da P bərabər deyir, çünki bizə atom deyir. Bütün xlor atomları da izotop olur, izotop. Ona görə cavab 1, 3-dür. 3 deyirəm, cavab bu, deməli, bu düzdür, bu səhvdir. Cavab 1-2-dir. Deməli, yalnız 1-2, keçək o birinə və az qalıb qutarmağımıza. A çıxılsın B, müəyyən edin, elektron sayı, neytron sayı, indi, yox. Hə, elə bir burunun yenə bunların hər birini bir dəfə qoyub yoxlayacaq. İndi S16, 16, deməli burada elektron bərabərdir. Yəni burada da hər ikisində 16 olacaq. Çünki 2 dənə S var. Yəni elektronda da neytronda da bərabərdir. İndi O2 deməli A getdi. Çünki yenə hər ikisində 8 olacaq. N 7 4 deməli elektron sayı elə B variantıdır. Gəlin yoxlayaq. Azot 7 üstə gəlinsin. Elektron sayı 4 çıxılsın 1. Bərabərdir. Yəni burada A çıxılsın B. Aha. İndi neytron sayı, bunun neytron sayı getdi. Yəni 4 getdi. Olacaq. Nə olacaq? 7 üstə gəlinsin 3. 3'ü hardan aldıq? Axı burada deyir ki, A çıxılsın B fərqi 3'dür. İndi hesablayaq 11, 10 bərabər də 10'a.
Elə cavab B variantıdır. Keçək o biri suallar deyir, yanacağa aid deyil. CH4 yanacağa aiddir. Silisium 2 qumun tərkibidir. Hidrogen 2 yanacaqlara aiddir. CH5H da spiritin tərkibidir. O da yanacaqlara aiddir. Silisium 2 amma qumun tərkibidir. Qlobal istiləşmə okean suları onun azalmasına səbəb olur. Bu öz növbəsində suda yaşayan canlıların kütlə. Elə burada oksigendir. Çünki H2O var. Burada balıqlar O ilə nəfəs alırlar. Ancaq biz O ilə nəfəs ala bilmirik. Suyun tərkibində olan O-la, yəni oksigenlər. Çünki onlar reaksiyaya daxil olur və yeni maddə əmələ gətirir. Amma balıqlar bundan yararlana bilirlər. Çubuğun əsas tərkib hissəsi hansıdır? Çubuğun əsas hissəsi dəmir. Deməli, dəmirə 2%-dan az 2%-dan az karbon qazı qatdıqda çubuq alınır. 2%-dan az qatdıqda polad alınır. Baxışların 2%-dan çox qatdıqda isə çubuq alınır. Çubuq davamlı metaldır, amma polad qədər deyil. Yəni dəmirdən davamlıdır. Keçək 20-yə. Deyir ki, maye yağ getdi, qlukoza getdi, amonyakdır, amonium hidrogen getdi. Maye yağ maye halındadır. Bu sıxlıq fərqi, yəni bu təzyiqdir, təzyiq mayedir, bərkdir. Bir də bu da olmur, amma amonyak qaz halındadır deyə bu olur. DABS suyun üzərində uyğun olaraq gil, bitki yağı, duz və verilir qarşıdır. Deməli bu su plus duzdur. Bu gil plus sudur. Bu yağ plus sudur. A emulsiya getdi, A suspenziya. AB heterogen qarışıqdır, C homogen qarışıqdır. Doğru olmayanı deyir, elə A variantıdır. Bu düzdür. A suspenziya bərk maya, emulsiya eyni cinsli qarışıqdır. Bu da düzdür. A suspenziya heterogen qarışıq. Hə, suspenziya. Bu heterogen sizi çaşdırmasın. Onsuz da bu heterogendir. Yəni burada A variantıdır, yanlışdır. Keçək 22-ciyə. Bizə deyir ki, indi qoyuram 2 üstə gəlsin 26. Çünki 4 dəfə 3 24. Üstünə 2 gələm 26 bərabərdir 42. X bərabərdir 16. Demək ki 16-dır. 2x müsbət halda da 10 elektron var. Çünki burada 16-dır. Müsbət halda da çıxırıq. O 2 elektron say nisbətində O2 O müsbət 2 8-dir. Demək bunlar toplanılır. Ya, səhv yazdım. Burada 8-dir. Demək burada onu da 10'u böl 10. O da 1 bölünsün 1 nisbətində olur. Cavab C variantı. İşte 23'ə. Karbon qazı müxtəlif karbon qazı deyir. İndi deyir ki, müqayisə edin. Birinci ən böyüyü A'dır. Çünki təzyiqdir. Karbon qazı təzyiq ilə düz mütənasibdir. A böyükdür. İkinci C'dir. Çünki bunlar bu bərabərdir. Amma temperatur ən az olan böyük olur. C'dir. Bir də B'dir. Belə bir variant varmı? A, C, B. Bəli, niyə də olmasın D variantı. Son 2 sual qaldı. İnşallah başa düşmədiyiniz yoxdur. Əgər olsa da qala qayıdıb təkrar baxa bilərsiniz. Maddənin saf formulları əsasında onların ümumi atom sayı artma ardıcıllığı müəyyən edir. Silisium dioksid, silisium O2, elə bu üçlü, CH4, H2O, elə burada artı və burada azalıb. Deməli A variantı getdi. Kalium bromid, kalium bromiddə ya burada kalium bromiddə kalium 2-də nədir? Natrium sulfat, natrium SO4. Elə burada bura çeşiddə də heç bunu bilməsəz də olar. Natrium sulfatdan karbon monoksiddə çeşiddə azalır. CO, amonyak, NH3
amonyak, NH3, karbondioksit, CO2 və buradan da bura çeşid azalır. Kalium oksid 1, dihidrogen monoksid, kalsiyum karbonat, kalsiyum CO3. Yəni kalsiyum oksid, Ca, O, dihidrogen monoksid, H2O, bu da kalium karbonat, kalsiyum kalyum K, həca bağışlayın. Kalsiyum karbonat, kalsiyum CO3'dür. CO3, kalsiyum karbonat, kalsiyum CO3. Yani burada da D variantıdır. Nəhayət son suala keçirik. X burada həll olma ilə təzmin tənasibdir. Burada biz X verməyib. X temperatur olarsa natrium klor X temperatur olsa bu qazanda X temperatur bu düzdür. Çünki qazlar suda azalır. Təzyiq olarsa CO2 qazı xeyr, çünki bu da azalır. Cavab yalnız 2-dir. İnşallah hamısını başa düşdünüz. Yəni başa düşmədiyiniz sual qalmadı. Və beləlik bir videonun da sonuna gəldik. Sağ olun, hələlik. Növbəti videolarda görüşmək ümidi ilə.